dairədə tam 3 gün qalacağam. 3 gün ərzində bu dairə birinci gün bu qədər, ikinci gün bu qədər, üçüncü gün isə bu qədər olacaq. Hava şəraiti yaxşı deyil. 3 gün ərzində inşallah yağış yağmaz. Bu dairədə axşamlar qalmayacaq. Şəraiti bilirsiniz, soyuq olur burada. -3 dərəcəyə düşür. Axşamlar evə gedəcəm. 9:00-dan 8:00-a 9 saat burada olacağam. Keçək hızlı çəkməyə. Qardaşım ürəyim sıxılmasın deyə burada balta gətirdim. Lapatka yox deyə baltan gətirdim. Mən burada yerlər düzəldim. Birdən çıxaram buradan. Ona görə belə buranı dairələyəcəm. Dairələdim ki, dairəmdən çölə çıx. Bu balta məndən çıxsa bir də mənə qayıtmayacaq. Yəni belə tullasam, bunu bir də mənə qayıtmayacaq. Elə bilərsiniz, kamera görüşlərim mən dəyişirəm. Yox, arxa kamerada qardaşım var, qardaşım dəyişir. Dron kimi nə tərsəksiz desəz, burada bir uzun ağac var, kasıbın olanından da uzun ağaca bağlayırıq kamerada. Dırıq ki, yerə bastırıq və ödən çəkir. Kasıbın olanından bir dron təşkil eləsə, əla olar. 3 gün qalacağıq. 3 gün heç bilmirəm başıma necə oyunlar gələcək. Amma qalacağıq. Deyirlər hava yağışlı olacaq. Olsun. Yenəcama bizi ülkədə bilməz. Kanalımıza abunə olun, artıq 11 abunəyik. İnkişaf edirik. İnkişaf eləyək ki, yeni videolar da gəlsin. 50 abunədən sonra hər gün 2 saatlıq canlı yayın yapacağıq. Hər gün 2 saatlıq. Sadəcə sizdən istədiyim odur ki, kanalımıza abunə olub videomuzu da bəyənməyi unutmayın. 100.000 abunə olaq. Xəyalım 100.000 abunə olmaqdır. Daha sonra 1 milyon. Azərbaycan YouTube'u inkişaf elətdirmək. Azərbaycan YouTube'u inkişaf eləmir. Niyə eləmir? Çünki Azərbaycanda tepki videoları, TikTok videoları, bundan da heç bir yerə çıxıb getmək olmaz. Ona görə də fikirləşmək lazımdır, bunu kontent halına gətirmək lazımdır. Burada 9 saat qalacam mən, 9 saat. Çünki mənim də bəzi işlərim olur. Bu bölgə rütubətlidir. Ona görə də -3 dərəcəyə düşür hava. Dumanlı olur. Ona görə də mən burada axşamlar qala bilərəm. Səhər 9:00-dan 18:00-a qədər qalıram. Sizin də video fikirləriniz varsa aşağıda bölmədə yazmağı unutmayın. Bacara bildiyimi çəkəcəm, bacara bilmədiyimi də inşallah sələndən sonra çəkərik. Keçək hızlı çəkməyə. Getmişdim az qala, getmişdim az. Ya Allah. Ha bu stulda batır bilet. Adam otura bilmir. Desəz ki, indi nəyə bağlayıbsam bunu? Mən bunu genə ağaca bağlamışam, qatımı ilə bağlamışam, oradan məni çəkir. Əlciyimiz yoxdur, qoyaq ora telefon tutacaq, çəksin bizi. Ona görə də əlimizdə olan imkanlarla istifadə eləməliyik. Bir telefonla, adı it dəftərində yoxdur bu telefonun. İtel A48 nədir? Video çəkdim. Yəni siz də başlamaq istəyirsə YouTube'a, əlinizdə nə imkan olur, eləyin. Əlinizdə nə imkan? Bu kamera ilə bax qardaşım indi bir də belə hərəkət eləyən kimi keçəcək. Bax. Bir də belə hərəkətdən keçdim. Artıq havanın qaralmağına bir şey qalmayıb. Təxmini bir yarım saat, 1 saat belə qalıb, amma davam. Artıq axşam hava qaraldı. Mənim səsim nətər düşür? Hava soyuqdur, küləklidir. Keçərik növbəti günümüzə. İkinci gündük. İkinci gün desəz nətər keçir? Pox kimi keçir. Ağışdır, baxın. Buralar. O klonka ilə örtmüşəm hər yeri. Baxın. Dairə belədir. Bu klonka bu dəqiqə üstümə gəlir. Amma dairədə oturub videomuzu çəkirik. Bu əziyyətin qarşılığın, xahiş edirəm, kanala abunə olub video bəyənməkdən verin. Ödənişsizdir. Tık tık. Bu qədər bitdi. 5 saniyə alacaq. Şak şak. Keçək hızlı çəkmə. Azərbaycanda belə video çəkən kimdir? Mənə deyin də belə yağışda video çəkən kimdir? Bu yağışda havada video çəkirəm. Mənə deyin də kimdə var Azərbaycanda? 3 gün davam edəcəyik. Artıq ikinci gündür. İkinci gündə dairəmiz balacalaşır.
plonkam da düşdü, qaldım belə. Çişim çəkimdə, heç kim çəkmir. Mən soyuğun qabağında o belə video çəkəcəm. İşte hava bunu yaxşı görsətmir, həqiqətən də yaxşı görsətmirmiş. Hava soyuqdur, amma videolarımıza davam edirik. Qaldı burada bir günümüz. Bir gündən sonra yox bitdi artıq. Video fikirləriniz varsa yazın yoruma. Amma zor görev olmasın. Ailemiz də gördüyünüz kimi balacalaşır. Və siz nə məcburdur indi çəksən? Mən verdiyim sözü tuturam. Demək dostlar, artıq ikinci gün bitdi, axşamdır, hava qaralıb, artıq evə getməliyəm. Deyəcəksiniz ki, hava niyə belə tez qaralır? Mən bu montajla bunu atıram. Maraqlı yerləri və hızlı çəkim yerləri göstərirəm. Sizin ürəyiniz sıxılmasın deyə. Mən bu qaleriyada 3 saatlıq, 4 saatlıq bir videodur. Mən bunu göstərsəm, sizin qabağa fırlamağa da vaxtınız alacaqsınız, həm də ürəyiniz sıxılacaq. Ona görə mən bunu kəs deyirəm ki, ürəyiniz sıxılmasın. İkinci gündən görüşənə qədər. Artıq axırıncı günümüzdür. Gördüyünüz kimi dairəmiz də balacalaşıb. Yağışlıdır, yaxşıdır, bomba kimidir. Artıq axırıncı günümüz, üçüncü günümüzü dolur. Axşama qədər gözləyirik. Diyor bazar günü saat 21:00-da yüklənəcək YouTube kanalımıza. Bu video sizdən 100 bəyəni gözləyirəm. İmam Ali bil Əsəd Bəşşar. Hızlı çəkmə. Demək hamı abunə olsun. 50 abunədən sonra hər gün 2 saatlıq canlı yayınımız olacaq. Hər gün 2 saatlıq canlı yayınımız olacaq. 50 abunəyə keçməliyik ki, canlı yayınımız aktivləşsin. Hamı bir nəfər kimi, xahiş edirəm, bir nəfər kimi abunə olduğu məsələ bassın. Biz də 50 abunədən sonra hər gün 2 saatlıq canlı yayınımızı eləyək. Rəm sıxılır, amma davam edirik. Hava çox soyuq, çox soyuq. Hamıda bir xahişim var. Videonu izləyirsə, sonacan izləyin. Gördüyünüz gibi bura qoyuram. Saata doldurmalıyam. Bir də 1000 abunəni. Videonu girib çıxmayın. Girib çıxandan sonra YouTube'un belə bir şey var ki, o video önərilmir. Keşfətə düşmür. Qaraldı. Çıxma vaxtıdır. Çıxdıq. Yeni videolardan görüşənə qədər kanalımıza abunə olub videomuzu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.